Herkese salam, kanalıma hoş gelmişsiniz kızlar. Yeni vlogumuza başlayırıq. Bugün həftənin 4-cü günüdür, aprelin 9-u. Mən uyanmışam səhər 9-un yarısında. Yoldaşımı zavtraka verdim, yola saldım. Oğlum getdi işə. Bugün xəbər saat 2 üçün dərsə gedəcək. Ona görə də biraz vaxtımız var. Mən zavtraq elədim. Bu günləri çəkidə yenə 400 qram minus var. Şükür Allah ki. Ümumi sürətdə qızlar 3 gün ərzində artıq bugün 4-cü gündür də, yəni diyetamın. Amma ki 2 kilo 900 qram minus var tərəzidə. Mən başa düşürəm ki bu ödəmdir, amma yenə də çox sevinirəm. Tərəzidə böyük sıfraları görməyəndə və güzgüdə üzümün biraz kiçildiyini hiss edirəm artıq. Və sizin də sözlərinizə görə təşəkkür edirəm. Yazırsınız ki, çox köktəlsiniz. Mən bir tərəfdən sağlamlığıma görə istəyirəm bunu qızlar. Bir tərəfdən də həqiqətən insana artıq çəki gözəllik vermir. Ümumiyyətlə ona görə də mənim rahatlığım üçündür də, yəni həm psixi rahatlığım üçündür, çünki mən buna çox takıntıyam, yəni artıq çəkiyə görə. Uşaqlıqdan elə olmamışam. Qardaşım artıq çəkili idi, mən yox. Amma ailə qurandan sonra da, ikinci uşaqdan sonra artıq Nurlanda 8 aylıq uşaq idi, mən anladım ki, vəsə mənim çəkim qalxıb və ondan sonra до свидания miniatürlü tela. Bir ara arıqlaşmışdım, 67 kilo olmuştum. O da Madonna'nın 3 yaşı var idi o vaxtı. Ondan sonra da ondan da ben 97 kilodan düşmüştüm 67'ye. 30 kilo çəki vermişdim öz gücümlə, heç bir diyetologun kömək olmadığını. Amma ki mən idmanla məşğul olurdum. Çox ciddi diyetada idim. O diyetanı mən indi də eləyə bilərəm, amma istəmirəm. Çünki həmin o idmanı mən eləyə bilməyəcəm indi. Çünki o gündə bir saat ağır idman idi, mənə çətin gəlirdi. İndi sadəcə addım atıram, sadəcə öz yeməyimə baxıram və düşünürəm ki, 67 kilo mən artıq istəmirəm. Çünki mənim yaşım artıq o deyil. 48 yaşda 67 kilo mənə elə gəlir ki, yaraşmayacaq. Heç olmasa 75 kiloda olsam Allahıma şükür eləyəcəm. Belə. Dünən qızlar yadımdan çıxdı sizə deməyəm. Mən deməli mağazadan gəlirdim. Haradasa burada, bu hissədə demək yolda mən Astanovkaya tərəf gəlirdim. Gördüm ki bir telefon düşüb yerə. Telefon düşüb, baxdım gördüm. Qaldırdım yerdən, gördüm telefonun üstündə, çixolunun üstündə uşaq deməli animasiya şəklidir. Anladım ki uşaq telefonudur. Və telefonu koydum cibimə və düşündüm ki, istəyərlər kimindirsə zəng eləyəcəkdi. Yəni dərhal heç 2 dəqiqə çəkmədi, gördüm ki, zəng gəlir telefona, üstündə yazılıb mamaçka. Başa düşdüm ki, uşaq artıq anlayıb ki, telefonu itirib. Çox ürəyim yandı da. Yəni mən ümumiyyətlə bu yaxınlarda özüm də telefonumu itirmişdim. Onu da danışacağam. Demək mən uşağa, anaya dedim ki, bəli, telefon məndədir, narahat olmayın, tapmışam. O da bizim elə Budumda yaşayır, bu padizdə. İkinci padizdə yaşayır. Dedim ki, nimə yaxınlaşıram, sizin padizdə düşürün, telefonu götürün. O da təbii ki, sevindi, gəldi, uşaq elə özü götürdü telefonu məndən. Demək, nə danışırdım? Bu arada deyəndə ki, haradasa bir ay əvvəl. Bilmirəm, demişəm, yox, mən da vlog çəkməmişdim. Novruz bayramının əvvəli idi də, hələ olmamışdı bayram. Çərşənbədən də qabaq idi. Mən oğlumla mağazaya getmişdim, böyük oğlumla, Maqnitə tərəf. Gedəndə telefon əlimdə idi. Mən telefonda, deməli, həmin vaxtda da qrupda idim. Telefonda danışırdım. Sonra telefonu qoymuşam cibimə. Mənim də şubamın cibi, karotki şubamın cibi çox karotki idi də, yəni dayazdı, dərin deyil. Onu cibimə qoymuşam və oğlumla danışa-danışa getmişim mağaza. Telefon nədirsə o əlimdən düşüb, heç səs də eləməyib, çünki qardı. Asfalt üstə düşsəydi mən hiss eləyərdim bunu. Girmişim mağazaya, hər şey almışıq. İndi çıxanda əl atıram cibimə, oğluma deyirəm ki, hələ kassaya yaxınlaşmamışdım. Deyirəm, telefonum yoxdur. Mən də telefonu təzə almışdım, axı Bakıda almışdım da, yəni avqust ayında. Hələ bir il yoxdur da telefonda. Həqiqətən də çox rastroyuc elədim, belə təsirləndim də, yəni ki, itirmişəm mən, həqiqətən itki pis şeydir də. Bu da ucuz telefon deyil, baxmayın da, 1000 manata qədər qiyməti var. Mənim üçün yəni ki, bahalıdır. Mən padrostuk deyiləm ki, iPhone 16-17 Pro Max işlədim. Ona görə də mənim üçün bu normal telefondur, yəni. Həm də qəşəng çəkir də necə lazımdır. Bir də ki, Samsung mənim üçün ən keyfiyyətlidir. Ona öyrəşmişəm. Nəsə,
Demək, inanırsınız qızlar, bir hala düşmüşəm, oğluma deyirəm, "Şurada telefonu itirmişəm." Deyir, "Narahat olmayın, de taparıq mama." Deyir, "Telefonu indi elə bir şeydir ki, telefon əgər kimsə tapıbsa, telefonu götürmür də, ümumiyyətlə verirlər adama." Zəng elədi bir nəfər, dedi ki, "Bəs əvvəl götürmədilər telefonu, albo verdilər." Sonra biz artıq evə çatdıq. Oğlum zəng elədi kiçik oğluma, dedi ona, o işdən zəng elədi, dedi ki, "Hə, telefona cavab verdilər." Dedilər ki, "Bəs telefon onlardadır, hardadır?" Bizim evin bu binanın arxasında musiqi məktəbi var. O həmin musiqi məktəbində bir işçidir, kişi xeylağı da ondadır. Oğluma dedim ki, qaç onda götür. Bir dənə də şokolad belə böyük plitka şokolad var idi. Onu da verdim ona. Dedim, get sən tapıb da, yəni bir ona bir minnətdarlıq eləmək lazımdır. Dünənki telefona baxmayın, o uşaq telefonudur da, uşağın ürəyini sevindirmək elə mənim üçün böyük şeydir. Ona görə də mən onlardan təbii keçini gözləmirdim, heç lazım da deyil. Amma mən belə bir insanam ki, mənə bir damcı yaşlılıq eləyəni mən hökmən onun da əvəzini verirəm də. Belə. Məsələn, oğlum telefonu gətirdi. O qədər xoşbəxt hiss elədim özümü qızlar. Dəhşətli dərəcədə də, yəni telefonu gətirdi evə. Ondan sonra qorxuram. Mən öz şubam indi geyinəndə, hələ ki soyuqdur da, dünən geyinmişdim. O telefonu mən artıq cibimə qoymuram. Telefonu qoyuram sumkamın cibinə. Ki bəzi səsini də qoyuram. Abıçın evdə məndə telefon zəngsiz olur, səssiz olur. Amma çölə çıxanda səsini verirəm ki, bəs birdən zəng falan olanda eşidim də mən. Belə. Ümumiyyətlə qızlar, səhərdən oyanmışam. Mən də yemək yedim. Bugünkü yeməyim kəsimi yedi. Dietik çörək. Yanında mən 2 dənə xurma da yemişəm. Çünki kəsimi qara kofe ilə, acı kofe ilə içdim. Çox acı olmasın deyə 3 ədəd də fındıq. Bu mənim nar yeməyim oldu. İndi abid bişirirəm evdəkilər üçün. Demək, abidə mən qızlar düyü bişirdim. Düyünü qoymuşam qızlar, qaynayır. Burada yumurta qoymuşam öz ruletim üçün, dietik ruletdir bugün. Burada tərəvəz axşamdan namusu qalıb, səhərdə yeməmişəm. İndi gün ortaya bunu bir tər yola verməliyəm. Burada toyuq qızartması elədim tavada. Və bu yanları bugün silib təmizləmişəm qızlar. Təmizləmişəm bu yanları hamısını. Bir də ki, gülməli gəlir, amma bura mən lak vurmuşam, dırnaq lak. Amma bunun üçün kraska alacağım. Çünki bildiyiniz kimi mən burada yaşamaq fikrim yoxdur. Ona görə də mən burada soba da almalı olmadım. 20 mini istəmədim 400 manat sobaya da verməyə. O da ki, hələ əldən alırsan da. Yəni ona görə mən düşünürəm ki, bir də normal kraska alıb buranı rengləyəcəyəm. Və buranı mən dərman tökmüşəm qızlar. İndi göstərəcəyim sizə. Faberlikin bu dərmanını tökdüm. Xeyləm təmizlədi, amma yenə də köhnədir də, yəni nə deyəsən, bu köhnədir. Ona görə də o qədər də təmizlənmədi. İndi sizə göstərəcəm nə eləmək istəyirəm. Dünən sizə göstərmişdim ki, bunu istəyirəm demək əkim. Mən bunu istəyirəm qızlar bu qaba əkməyə. Yəni Nurlan deyirəm mənə qurunt alıb gətirdi. Bunun için əkəcəyəm. Bu da mənim quruntumdur. Bunu tökəcəm bu qaba və əkəndən sonra mən sizə göstərərəm məndə nə alındı. Qızlar, bunları demək o qabdan götürdüm. 2 dənə qab əkmişəm. Bu qabın içində idi. İkisini əkmişəm. Bunlara görürsünüz, bu suşunun çubuqlarıdır. Sarmışam, amma ki birazdan onlara bağlayacağım iplə. Yoldaşıma deyərəm, mənim səbrim çatmayacaq buna. Bir də bunun istəyirəm torpağın dəyişimini, bilmirəm. Karşoçuk var orada balkonda, balkondan tapımı gətirim. Bugünkü abedim biraz zamaroçka iləndir, inanırsınız. Elə də tənbəllik eləyirəm, amma ki eləməliyəm, hazırlamalıyam ki artıq bir şey yeməyim. Qızlar, demək ruletimi hazırlayıram. İlk dəfədir sözün düzü. Belə bir rulet hazırlayıram, dietik. Ona görə də sizinlə də paylaşmaq qərarına gəldim. Ruletin məzənələridirlər bunlar. Demək, soğandır, bibərdir, qaynadılmış yumurta, qaynadılmış kök əlavə edəcəyik və biraz da göyərti. Mən amma içinə göyərti vurmaq istəmirəm, sözün düzü. Bilmirəm, indi baxacaq. Göyərti varımdır. Amma ki, nəsə mənə qəribə gəlir də, yəni. Bunu biraz soğanda, az yağda qovuraram bu soğanı. Xəbəri artıq məktəbə yola salmışam. Yoldaşım da gəldi. Yeməyini yedi, getdi. Məncə buna çox az şəkildə lazımdır içlik. Amma yenə də sizə göstərəcəyim necə hazırlayarım.
kökü yazılmışdı ki az bişirin. Ben de kaynattım. Mesela az değil de elə bişib tam. Əvvəla biberi töküm çünkü biber çiğdi ama kök pişmiş haldadır diye uygun gelmelidir. Biber de bu soğanla beraber pişsin. Ve sözün düzü yumurtanı orada neynədim başa düşmürəm. Ama yumurtanı da indi doğrayacağım. Necə var elə eləyərəm də yəni. Bunu istəyirəm belə qoyun qızlar. Kəsəndə qəşəng alınsın. Bunu tək özümə hazırlayıram. Çünki bizim evdəkilər belə uşaq oyunları ilə başlarını qatan deyil. Demək, indi burada da əti göstərəcəyəm sizə. Mən toyuq ətidir bu, soğanla. Sonra indi sizə göstərərəm bir dəqiqə. Kızlar, əti protein üzerine koyuram. Bilmirəm, vallahi yəqin ki çox var. Ne kadar ət var idi, elə onda hazır koymuştum, yəni də farşım var idi diye. Bunu açaram bu formada. Birdən pis çıxmasın, biabır olacağım. İlk dəfədir həqiqətində. Ayrı cür toyuq ruleti hazırlamışam qızlar, amma sobada yox. Bu formada yoxdur yəni. Bu biberlə soğandır. Qarışıq. Belə yayıram üzərinə. Sonra da indi yer kökünü və yumurtanı əlavə eləyirik. Məncə kök də çox olacaq, onu da istəmirəm. Tam həddindən artıq çox olmasın deyə. Bu qədər bəsdir. Yumurtanı da indi belə qoyaram. Əlavə eləyirəm. Her ne var budur. Düşünürəm ki pis bir şey alınmayacaq. Ama yenə də. Bu qədər. İndi qızlar bunu boru şəklində yazılıb ki örtməliyik. Amma mən deyəsən bu əti çox açmalıydım. Az açmışam deyə. Məndə heç o boru şəkildə də alınmayacaq. Artıq başa düşürəm. Eybi yox. Nə dər olarsa olacaqdır yəni. Hər halda bir yemək buradan çıxıb qaçası deyil. Elə bunu belə də qoyacağım indi sobaya. Bunu gətirib biraz birləşdirdim hardasa. Görürsünüz də buradan yəqin ki. Yazılmışdı ki üstünə xama əlavə eləyib. Yəni ki qızartılı olsun deyə. Amma ki qızlar onu mən açmaq istəmirəm artıq. Bilirəm ki bu yapışmayıb burada. Eləyə bilərəm. Prinsipi. Baxım görüm. Xama əlavə eləməyəcəm amma. Çünki o da bir artıq kaloridir deyə mən onu istəmirəm qızlar. Sadəcə bunu bağlamaq istəyirəm. Yəni ki bu formada. İndi bunu bağlayacağım. Bu əti mən dünənki küftə üçün hazırlamışdım. Ət çox oldu və mən onu qoydum soyuducuya. Görürsünüz, bura gəlib çatmır bunlar. Biraz çox açsaydım, gəlib çatacaqdım, yenə də. Eybi yox. İndi böyürlərindən söylərəm. Məkak-nikak poverlıq oxumuşam. Kursda olsa. Örtdüm üzərini. Bir üz yaxşıdır, güc. Əlbəttə ki, üz. Belə örtdüm, amma üzərinə xama vurmayacağım qızlar. Xama varımdır. Qatıq da var, xama da var, hər şey var. Sadəcə əlavə bir kalori istəmirəm üzərində. Buradakı belə olsun, elə yetər. İndi əlimə suyum, sonra da qoyacağım bunu sobaya bişməyə. Amma mən çox azmışam. Yəqin ki, indi bir stəkan
Yaşlı çay içərəm. Həqiqətən çox acmışam. Saat artıq 2-yə qalıb. Mən səhər nahar yeməyi ona qalmış yemişdim. Neyse bugün acıdım çünkü bugün nahara yumurta değildi diye. Şu kızlar gözlüyoruz. Hardasa bir saat yarıma yəqin ki ruletim hazır olacak. Ve size gösteririm. Görünüşü necə olacak. Kızlar ruletim hazırdı. Bakın kesikte bakın belə alınıb. Yumurtası, yer köküsü, her şeyi yerinde. Burada özümə mandalı ayran hazırladım. Bu da mənim tərəvəzim. Hamıya nuş olsun, mənə də həmçinin. Rulet çoxdur qızlar. Yəqin mən bunu hamını yeməyəcəm. Qızlar artıq saat 6'dır. Mən saçıma kraska koydum. Nəhayət bugün bir balaca elə plesidiyanı örtmədi. Tam istədiyim kimi olmadı, amma hələlik payot. Və sizə məsləhət almaq istəyirdim qızlar. Kimdə deməli belə bir kraska tanıyırsınız ki, yaxşı örtürdü ağ saçlardı. Çünkü ben bunu 25 dəqiqə saxladım. 20 dəqiqə yazılmışdı. Kraska ucuz kraska da değildi. 13 manat hardasa. 13 manata almıştım. Normal yox. 13 yox. 15 manata almıştım kraskanı. Amma ki nə bilim mənim pram elə gəlmədi ki, birəm süpürskidir. Həm də saçımı kəsmək istəyirəm qızlar. Nə məsləhət görərsiniz? Qısa saç istəyirəm. Mən əvvəlki vloglarımda var. Burada saç düzdür. Uzun değil tak mənim saçım. Xırda bir də pişik quyruğu var burada. Ama yenə də mən istəyirəm ki, saçımı qısa eləyim. Düşünürəm ki, yəqin hardasa elə bu həftədə yəqin ki, gedərəm, saçımı kəstirərəm. Evimizin yanında, elə öz binamızda, abratlı tərəfdə parikmахерский var orada. Gedib kəsəcəyim inşallah ki. Elə sabah bizdə detokstu qızlar. Yeməğimi yedim. Çox acmışdım. İnanın dəhşətli dərəcədə bilmədim. Bugün mənim niyə belə oldu. Şükür Allaha ki artıq heç nə eləməmişəm, yeməmişəm. Dünən qəşəng idi. Dünən özümü çox yaxşı apardım. Bayaqlar yeməğimi yedim. Amma ki o toyuğun mən 3 hissəsini yedim qızlar. 3-dən 6 kusok idi. 3 dənə kusok mən yedim. 3 dənəsini yoldaşıma saxladım. Çünki mənim üçün çox olardı. Və ucu artıq bu almazdı. O diyetikdirsə bu yenə də diyetik olmayacaqdı. Çünki kalori miqdarı qalxacaqdı məndən. Mən də onu istəmədim. Yanında ayran düzəltdim, xiyar, pomidor falan. İşdir, əgər açsam, mən yer kökü yeyə bilərəm, xiyar yeyə bilərəm, qatıq içə bilərəm və bunların da təbii ki, kalorisi çox azdır qızlar. Belə, sabahki günü də bizdə detoksdur. Düşünürəm hansı detoks eləyim. Mən birazdan qatıq yeyərəm. Bu qədər qatıq yeyirəm ki, yəni ki, evdə hazırlanan da özümüzəldən. Sabah bizdə qatıq detoksudur. 2 cür verib Aynura xanım. Birini deməli xurma qatıq detoksudur. İkinci göyərti xiyar qatıq detoksudur. Düşünürəm ki, xurma qatıq detoksu onun içinə chia toxumu da əlavə olunur və bu çox doyumlu detoksdur. Doyumludur həqiqətən də, çünki chia toxumu, chia və o birisi leondu, bilmirəm Azərbaycanca yadımdan çıxıb desəm. Lon. Короче, yadıma gələr deyəcəm sizə. Bu da ki mənim qızlarım dünənki aldığım travmadır belə. Uca şükür Allah az ağrıyır. Dünən çox ağrıyırdı. Həqiqətən heç nəyə vura bilmirdim. Nəsə demək xurma, 7 ədəd xurma, bir stəkan, bir kasa qatıq, bir çay qaşığı siminmalina, bir çay qaşığı chia toxumu əlavə edirik və salam. Bunu günorta axşama biz qəbul edirik yemək əvəzinə. Səhər isə yəqin ki mənə elə gəlir ki orada elə kəsmikdir, dedi çörəyimizdir və kofe və yaxud çay. Belə sabahsı günü də inşallah yola verim. Mənə lazımdır ki xatya və mən 3 kilonu arxada qoyum bu həftə ərzində. Bilmirəm sabah məndə olacaq o minus 3 kilo ya yox. Xəbər zəng gelir qızlar, bir dəqiqə. Xəbər zəng eləmişdi qızlar. Demək, mən dərsdən çıxıb, onların məktəbin yanında bir mağazin var, Girmes. Həmin mağazada demək uşaqlara o bəzi aziyatki şirinlər var. Azərbaycanda da var idi, Rusiyada da yaşayanlar bilər. Uşaqlar bunları sevirlər də. Yaxşı bir şey deyil qızlar, xeyirli bir şey deyil, amma uşaqda da istəyir. Mən ona qadağa qoymuşam. Dərsdən çıxan kimi
düz evinə gəlirsən, heç yana getmirsən. Çünki mənim xoşum gəlmir. Qız uşağıdır. Azərbaycanda ümumiyyətlə heç yana getmirdi, yol tutub evə gəlirdi. Amma burada bilirsiniz, xoşuma gəlmir. O sinif uşaqları yolunu tutub gedirlər. Dərsdən çıxırlar, gedirlər Getski parka, hara istədiyi yerlərə. Mənim uşağım icazəli deyildi belə şeylərə. Mən sevmirəm. Bəlkə də məni kimsə qınayacaq ki, uşaqdır, uşaqlığını əlindən alırsan falan. Amma ki, biz belə bir dövrdə yaşayırıq ki, uşağının arxasınca baxmasan, nəzarət eləməsən, bu yaxşı bir hal olmayacaq. Ona görə də mənim xoşum gəlmir. Tiyamboli ki, uşaq artıq onun bu yetkinlik yaşına yavaş-yavaş çatır. 10 yaşı var, 11 yaşındadır da. İndi uşaqlar inanın ki, qaqubka kimi hər şeyi götürürlər. Onun üçün də mən ona icazə vermirəm. İcazə vermirəm ki, icazəsiz harasa getsin. Məndən icazəsiz ümumiyyətlə dərsdən çıxan kimi uşaq həyətdə də oynaya bilməz. Gəlib əgər öz həyətində burada oynasa, onda məndən icazə almalıdır. Mən də zəng elədi ki, bəs mama olar Germesə girim. Germes də məktəbin yanındadır elə. Gedəndə pul almışdı atasından. Bilirdim ki, nəsə istəyir almağa. Mən ona dedim ki, girirsən, alırsan və qaça-qaça evə gəlirsən. Çünki qız uşağıdır, heç qız da olmasın, oğlan uşağı olsun. Mən belə düşünürəm ki, uşaqlara nəzarət eləmək lazımdır. Nəsə belə. Ondan şeydən danışırdım, qızlar, detoksdan danışırdım, xəbər imkan vermədi. Sabah inşallah ki, detoksdur və çox istəyirəm ki, xatçabı birisi gün bizdə tərəzi günüdür, ayın deməli 6-cı günü bizdə tərəzi günləri olur. Məndə bir həftə yoxdur diyetadan. Çünki mən qrupa qoşulmuşam həftənin 1-ci günündən. Bugün 4-cü gündür mənim diyetamın. Amma oradakılar isə bəziləri də mənim kimidir, bəlkə bəzi biraz da kimsə tez gəlib. Amma məndən əvvəllər olanlar da var. Onlarda artıq bir həftədir tərəzi günləri. Ona görə də həftənin 6-cı günləri biz tərəzi veririk, çəkirik. Mən qrupa gələn günü tərəzi atmışdım. 98 kilo 300 qram, utanıram da deməyə. Amma bugün 95 kilo 400 qram, 100 qram da olsaydı 3 kilo olardı minus. Amma inşallah ki sabah olacaq, 3 kilodan keçəcəyim və birisi günü artıq 3 kilo yarım xatçabı gözləyirəm. O da heç bir gün, bir həftənin rezultatı olmayacaq. Olacaq 5 gün rezultatı. Çox da sevinərəm. İnşallah ki, Allah mənə ürəyimin istədiyini versin. Hamı ilə bir yerdə. Hamıdan Allah ürəyin istədiyini versin. Mənlə də eyni şey. Və qızlar, qabağımda məqsəd var ki, inşallah yaya kimi mən birinci rəqəmi 7 görmək istəyirəm. Bilirəm, sizin də başınızı xarab eləmişəm. Amma kim istəsə qızlar, mənimlə bir yerdə qrup açıb aralaşa bilərik. Yəni, bu pulsuzdur təbii ki, sadəcə bir-birimizə poddeşka üçün, yəni kim istəsə eləyə bilərik. Belə məsələn, mən sadəcə Aynura xanım qrupundayam. Mən onun menyularını eləyirəm. Çox gözəl xanımdır Aynura xanım. Allah ona razı olsun. Həqiqətən də çox doğru, düzgün menyular verir. Bugün qrupa baxıram, qızlar. Demək, toyuq ruletdir axı bugünəm. Görürəm ki, hamı, kimsə sup eləyib, kimsə sadəcə cücə pişirib salatla, kim nəsə eləyib də demək. Dedim ki, qızlar, mən başa düşmədim. Bugün rulet deyildi, bəyəm toyuq ruleti. Yoxsa mən səhv başa düşmürəm. Həqiqətən də belə pis olduğundan ki, bəs nəyə görə mən düzgün başa düşməmişəm də. Vroca bu Azərbaycan dilində yazılıb hər şey. Qızlar yazdı ki, yox, düzgündür, sadəcə kimsə yazdı, yağlı kağızı mı yox idi, kimsə nəsə belə yazdı, amma aydın məsələdir ki, çətinlik olub da eləməyiblər. Mənə də çətin idi, deməzdim çətin idi, o da çətin bir şey yox idi. Burası biraz da moroçkadır da, yəni, məsələn, götürək ki, sən qriçka ilə tovuq pişirəcəksən, onu yeyəcəksən, çim, ili su pişirəcəksən, çim, məsələn, bunu, bu biraz daha zamaroçka idi. Amma yenə də öhdəsindən gəldim, çox şükür Allaha və doğru düzgün eləmək ilə yaxşıdır. Belə. İnşallah ki, bunu da almışdım, qızlar, düşündüm ki, əgər Aynura xanım bizə süt detoksu versə, peçeni ilə sportla, bundan götürəcəyəm. Almışdım dünəndən, lazım olmadı. Lazım olmadı çünki bu həftə bizdə süt detoksu yoxdur, var idi. Demək, dünə sıra günü idi.
sıra günüydü bizdə. Amma bugün sabah bu detoks deyil, sabah qatıq detoksudur. Ona görə də inşallah baxa görək nə edirik sabah. Sonra da saçım barəsində deyirəm ki, yəni kəsdirim. İnşallah ki, çünki qısa saç mənə yaraşır həqiqətən. Bu cür saçlarımla biraz üzüm çox böyük görünür. Amma saçını kəsəndə biraz ayrı cür görünür. İnşallah ki, kəsdirəcəm, görərsiniz. Belə qızlar. Nəsə, mən çox danışdım deyəsən. 6 dəqiqədir burada oraya. Bundan qabaq da danışırdım. Xəbər zəng eləmişdi. Baltalka çox çıxır. Belə qızlar. Hamınıza təşəkkür edirəm məni izlədiyinizə görə. Allah hamınıza can sağlığı versin. Xoş sözlərinizə görə minnətdaram həqiqətən hamınıza. İnanın ki, həqiqətən mehribançılıqdan yaxşı bir şey yoxdur qızlar. Xahiş edirəm kim də məni izləyir və təqib etmirsə, təqib atın. Like edin kanalı. Sizə minnətdar olacağam. Çox sağ olun. İnşallah ki, gələn vloglarda.